İmamət nədir? Müzakirəmizin başında imamət inancının mahiyyəti ilə tanışmağımız lazımdır. Çünki mahiyyətinin nə olduğunu dərk etmədiyimiz bir konseptin üzərində fikir yürütmək əbəs bir şeydir. Bu kitabımızda biz imamət, imamlıq, vilayət sözlərini işlətdiyimizdə məhz imami şiyələrinin öz məzhəblərində nəzərdə tutduqları imamət konseptini qəsd edirik. Xilafət sözü isə daha geniş bir mənada işlədilib. Çünki bura sünnət əhlinin nəzərdə tutduğu dövlət başçılığı modeli də daxildir. Bu məsələni araşdırmış və mövzu haqqında kitab yazmış müəlliflərə görə, sünnət əhlinin bu mövzuda istifadə etdikləri terminologiya şiyyələrdən təsirlənib, çünki bu mövzuları etiqadi əsaslara daxil edənlər şiyyə əhli olub. Beləliklə də bunu etiqad çərçivəsində görən şiyyələrə cavab vermək məqamında duran sünnət əhli öz cavablarında şiyyələrin istifadə etdikləri terminologiyadan istifadə etməli olublar. Sünnət əhlinin nəzərində bu məqama ən uyğun olan söz xəlifə sözü olsa da, yenə əqidə və fiqh kitablarında imamət sözünü işlədiblər. Bu da şiyyələrin xəlifə sözünü işlətməyib, yerinə imam sözünü işlətməklərindən qaynaqlanır. Bu sözlərin doğruluğunu sünnət əhlinin 4-cü xəlifəni İmam Əli adlandırması misalı təsdiqləyir, çünki 4 xəlifədən yalnız Əli üçün radiyallahu anhu imam sözü işlədilir. Bu isə şübhəsiz ki, şiyyələrdən təsirlənərək sünnət əhlinin dilinə düşmüş bir sözdür. Qeyd etməliyik ki, xilafət məqamı, yəni ümmətin üzərində bir xəlifənin olması ümmətin böyük əksəriyyətinə görə vacibdir. Bu məsələdə xavaricilərə aid olan bəzi cəmaatlardan başqa və Mötəzili məzhəbindən 1-2 nəfərdən başqa heç kim ixtilaf etməyib. Bu fikir xavaricilərdən Nəcdatilərə, Mötəzillərdən isə Əbu Bəkir Əbdurrəhman bin Keysən Əl-Assam və Hişam bin Ömər Əl-Futiyyə nisbət edilir. Bu vacibiyyətin əqli, yoxsa şər'i olmasında da fikir ayrılığına varıblar, şiyələrin usuli qoluna aid olanlar imamətin əqrən Allaha vacib olduğunu deyirlər. Bununla bağlı gətirdikləri ən əsas dəlil olan lütf nəzəriyyəsinin müzakirəsi ilə qarşıda tanış olacaq. Bunun əqlən vacib olduğunu, lakin Allaha yox, insanların üzərinə vacib olduğunu deyənlər isə Mötəzillərdən Əl-Cahiz, Əbul-Qasim Əl-Bəlxi və Əbul-Hüseyn Əl-Bəsridir. Sünnət əhli isə imamətin vacibliyinin əqlən yox, şərrən sabit olduğunu deyir. Lakin qeyd etməliyik ki, ümumi şəkildə xəlifə məqamının bir vacibiyyət, bir zərurət olduğuna etiqad etməklə şiyyələrdəki imamət məqamının vacibliyinə etiqad etmək eyni şey deyildi. İmam məqamı şiyyələrdə özünə aid xüsusi bir məzmunda çox əhəmiyyətli bir məqam sayılır. Ona görə də şiyyəl alimlərinin bu məqama verdikləri tərif ilə tanış olmağımız lazımdır. Şeyx Əl-Mufid imam məqamına tərif verərkən deyir: İmam Peyğəmbərə əleyhissələm naib olaraq din və dünya işlərində ümumi riyasətə sahib olan insandır. Əl-Əllamə Əl-Hilli isə yazır: İmam əsalətən bu dünyada dini və dünyəvi işlərdə ümumi riyasətə sahib olan insandır. Əl-Bəhrani sadəcə olaraq din və dünya işlərində insanlardan bir şəxsin ümumi riyasəti olaraq tərif verir. Mahmud Əl-Himsi isə yazır ki, şəriət örfündə imamət sözü mütləq şəkildə gəldikdə, dünyada sağ ikən bir başqasının naibi olmadan, əsalət ilə din işlərində ümumi riyasət qəsd olunur. Burada əsalət sözü ilə qəsd edilən budur ki, imam özlüyündə müstəqil bir şəkildə başçı və rəhbər olmalıdır. Başqa bir şəxsin naibi, qazisi, əmri olanlara imam deyilməz. Bu söz ilə imamın Peyğəmbərin əleyhissələm naibi olması arasında ziddiyyət yoxdur. Çünki buradakı naiblik sözü ilə qəsd olunan Peyğəmbərliyin uzantısı və davamı mənasıdır.
Ona görə də bu ikisi arasında ziddiyyət əmələ gəlməsin deyə Əl-Himsi öz tərifində dünyada sağ ikən qeydini əlavə edir. Çünki imamət məqamı Peyğəmbərin ölümündən sonra gələn bir məqamdır. Seyyid Əli Əl-Bəhbəhani yazır. İmamət, Allahın elçisinin sallallahu aleyhi və alihi və səlləm din və dünyəvi işlərdə xəlifəliyinin və əmr etdiyi, qadağan etdiyi işlərdə ümmətin itaat etməsi fərz olduğu məqamın ifadəsidir. Bu və buna bənzər təriflərə yer verən Cəfər Əs-Subhani axırda yazır ki, imamət üçün ən doğru tərif onun ümumi ilahi riyasət olmasıdır. Ət-Tabərsi Məcmuəl Bəyan təfsirində yazır. İmam ləfzindən iki məna anlaşıla bilər. Birinci mənada o, feillərində və sözlərində tabe olunan, izlənilən biridir. İkinci mənada isə o, ümmətin və siyasətinin tədbiri ilə məşğuldur. Onun işlərini yerinə götürən, cinayətkarlarını cəzalandıran, valilərini təyin edən, layiq olanlara hədd cəzalarını tətbiq edən, düşmənlərinə qarşı vuruşandır. Birinci mənada peyğəmbərlərdən hər biri imamdır. İkinci mənada isə hər bir peyğəmbərin imam olması vacib deyildir. Çünki cinayətkarları cəzalandırmaqla, düşmənlərə qarşı vuruşmaqla, dinin sərhədlərini qorumaqla, kafirlərə qarşı cihad etməklə vəzifələndirilməmiş olması mümkündür. Beləliklə də başa düşürük ki, birinci mənada imamlıq bütün peyğəmbərlərə aiddir. Çünki onlara həyat tərzində həlal və haramlarda tabe olmaq fərzdir. Bununla bağlı Allah Təbarəkə və Teala buyurur. Biz hər bir peyğəmbəri Allahın izni ilə yalnız özünə itayət olunması üçün göndərdik. Lakin ikinci mənaya gəldikdə isə burada müəyyən formada siyasi bir qurumu idarə etməkdən söhbət gedir və bununla bağlı izaha ehtiyac vardır. Ət-Tabərsinin sözündən belə anlaşılır ki, bir peyğəmbər bu mənada imam ola da bilər, olmaya da bilər və hər iki hal mümkündür. Daha dəqiq deməli olsaq, əsl etibarı ilə hər bir peyğəmbər həm dini, həm də dünyəvi məsələlərdə itayət olunması vacib olan bir kimsədir. Yalnız Allahın hikmətinə əsasən, Allah bir peyğəmbər olduğu halda onunla yanaşı siyasəti, mülkiyyəti başqasına verə bilər. Bunun misalı Quranda adı keçən Talutdur. Bəqərə surəsi 246-cı ayə. Musadan sonra İsrail oğullarından olan əyanları görmədinmi? Onlar öz peyğəmbərlərinə, bizə bir hökümdar göndər ki, Allah yolunda vuruşaq, dedilər. O dedi, əgər vuruşmaq sizə vacib edilsə, bəlkə də vuruşmazsınız. Onlar dedilər, necə ola bilər ki, yurdumuzdan çıxarıldığımız və övladlarımızdan ayrıldığımız halda Allah yolunda vuruşmayaq? Lakin vuruşmaq onlara vacib edildikdə, içərilərindən az bir qismi istisna olmaqla hamısı üz döndərdi. Allah zalimləri tanıyır. Bəqərə surəsi 247-ci ayə. Bəqərə surəsi 247-ci ayə. Peyğəmbərləri onlara dedi, Allah Talutu sizi hökümdar təyin etdi. Onlar dedilər, o bizə necə hökümdar ola bilər ki, biz hökümdarlığa ondan daha çox layiqik və ona o qədər də var dövlət verilməyib. O dedi, Allah onu sizin üzərinizə seçdi. Elm və bədəncə ona üstünlük verdi. Allah öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi əhatə edəndir, biləndir.